görə millin tezliyi litrə çevirəm 0,5 C'miz isə 0,1'dir qatılığımız. Ona görə də biz C bərabərdir nü bölü V düsturundan nü'nü tapa bilərəm. Nü bərabərdir 0,5 vur 0,1 eləyəcək 0,05 mol kalsium OH2 və deyir karbon qazının reaksiyası. Bilirsiniz ki, karbon qazının reaksiyasından kalsium üzüyü kimi də çox istifadə edir. Əhəng suyudur, sönmüş əhəng. Üzərinə CO2 gəlirəm. Alınır kalsium CO çöküntüsü məşhur reaksiyadır. Birin birədir reaksiyada əmsallar. Deməli 0,05 mol girib nə qədər çöküntü əmələ gətirir? X mol. 1 mol deyəməyək, qram verib. Məsələdə qramdan istifadə edəcəyik. 1 moldan isə 100 qram əmələ gəlir. O da eləyəcək 5 qram çöküntü. Və cümlədən sonra yazır, deyir ki, keçid əvvəlcə çöküntü alınır. Yəni kalsium CO 5 qram alınıb da 5 qram yazaq. Sonra isə onun kütləsi azalır. 5 qram niyə azalır? Çünki təzədən reaksiya gedir. Yenidən reaksiya baş verir. Çünki məhlulda artıq miqdarda karbon qazı var. Artıq miqdarda karbon qaz var deyəm. Karbon qazına təzədən reaksiya gedir. Ona görə təzədən reaksiyanı yazıram. Üzərinə karbon qazı gəlirəm. Alınır kalsium hidrokarbonat yazdım və hidrokarbonat yazdım. Baxıram, əmsal yenə 1:1 nisbətindədir. Bu altındakı tənasibi pozuram. Bildiniz artıq yəqin ki, videonu əvvəldə eləyib baxa bilərsiniz ki, nə qədər. Deməli, kalsium CO2'müz reaksiyaya gedib və deyir ki, 2 qram olduğunu müəyyən elədilər. Yəni, cümləni oxuyum əvvəlcə. Mən bu nöqtəyə qədər reaksiyanı yazdım. Amma mənim çöküntüm nə qədər alındı? 5 qram çöküntüm alınıb, düzdür? Amma təzədən reaksiya getdiyi üçün 5 qram çöküntü olmayacaq. Və deyir ki, növbəti cümlədir ki, çöküntünün tam süzüb qurutduqdan sonra onun kütləsinin 2 qram olduğu müəyyən oldu. Yəni, 3 qramı reaksiyaya sərf olunub. Mən götürürəm altına 3 qram yazıram. Çünki 2 qram artıq qalıb. 3 qram yazıram və mən görüm nə istəyir cümlədə məndən. Reaksiyaya daxil olan ümumi karbon qazı. Karbon qazını istədiyi üçün 3 qrama nə qədər karbon qazı var? X və normalda yenə kalsium CO2'nin öz qramı 100 qramdır. 100 qrama isə 1 mol. Çünki mol istəyir, fikir verməlisiniz. Bəzən baxmırsınız nə istəyir. Tapıram 0,3. İndi mənə deyir ki, reaksiyaya daxil olan ümumi karbon qazının mol miqdarı. Bu sadəcə burada olan. Bizdən əvvəlki reaksiyalara cəmdə işlədibdir. Ona görə əvvəlki karbon qazını da tapmalıyam. Əvvəldə mən 0,05 idim. 0,05'ə nə qədər karbon qaz sərf olunub? X 1 mol isə 1. 0,05'i burada birinci cümlədən tapmışdım. O da eləyəcək 0,05. Deməli, birinci reaksiyada 0,05, yəni %5 karbon qazıdır. İkinci reaksiyada 0,3'dür. Bu da cəmli neçə eləyəcək? %8, yəni C variantı. Cəmli bir yerdə istəyir.